Bugün Xocalı faciəsinin 34-cü ilində günündəyik. O gün ki, orada Türk dünyasının ortasında, qəlbində bir balaca Ermənistan dostları ilə, İranla, Avropa ilə birləşərək və Rusiyadan dəstək alaraq Türk dünyasının qəlbində, Azərbaycan torpaqlarında cinayətləri türətdi və başlatdı. Və heç unutmaram ki, o videoları ki, o zaman video kasetdə əlimizə satdı, sonra bunları CD, DVD-yə biz axtardıq Xoyda. O videoların detayları hələ xatırımdadır. Hələ uşaqlarımızın ayaqlarının bağlı beyinlərinə güllə sıxıldığını, qurşun düzüldüyünü, qozalarımızın, analarımızın ayaq yalın, cəsədlərinin şişmişdi, qalmışdı, küllə şişmişdi. Onların o videoları hələ gözümün önündədir. Ancaq biz o günü, bugün hər yerdə Türkiyənin, budur mənim özümə dəvətlər gəlibdi, İzmirdən, Manisadan ta İstanbula qədər, eski şəhərə qədər. Hamısı o günün faciəsini diri tutmaq üçün, əzizləmək üçün çaba göstərirlər. Ancaq o zamanda eyni tarixdə də yadımızdan çıxmayıb ki, o faciəni önləmək üçün, oradakı insanları qurtarmaq üçün rəhmətli Əbülfəz Elçi bəy Türkiyədən helikopter istəyir. Və Türkiyədən də İran ki, özü bu işin içindədir, dəstək verdi Ermənistana, mesaj gəlir. Gedin Şiə qardaşlarınızdan helikopter alın. Bəli, bilirlər ki, İran Ermənistana dəstək verə-verə və Azərbaycan necə gedib İrandan helikopter istəyə bilərdi. Bizi düşmənə göndərdilər. Yəni biz o zaman qardaşlığımızı ispat edə bilməmişdik bir-birimizə və bir-birimizin yanında durmağa da başara bilməmişdik ki, böyük bir hadisəyə üz verir və Türk dünyasının ortasında bir balaca məmləkət bu qədər torpağı ələ geçir, bu qədər insanımızı qətlam edir. İndi onlara ağlamaq çox rahatdır. Amma bu ağlayan adamlar o tarixdən heç bir dərs çıxartmayıblar, rahat-rahat deyə bilərəm. Kəsin şəkildə deyə bilərəm. Çünki ələn günü Azərbaycanda bu faciə gözlərinin qabağındadır. Kimlər ölübdür, kimlər iskindir, kimlər həbisdədir, kimlər edam məhkəməsinə dara çəkiləcəklər, heç kəsin qayğısı yoxdur. Və sonra 20-30 ildən sonra bu İranda, Güney Azərbaycanın başına yaşananların ağırlamasını, ağıtlarını, billboardlarını, afişlərini, çağırışlarını, toplantılarını görəcək. Gərək ölünə, gərək faciə yaşana, sonra bücürək. Onun üçün də hələ Güney Azərbaycanın başına nə gələcəkdir İran gələcəyində, hələ də Azərbaycan dərnəkləri tutkunan, hələ də Türkiyədə türkçüyəm deyən sloqanların atan, boğazlarını cıranlara da baxsan, heç biri Güney Azərbaycandakı faciəni görmür. Gözünün qabağını görmür. Tarixdən ondan sonra bunlara mərsi oxuyacaqlar. Və biz belə bir millət olduq. Və biz qardaşlığımız da belə inşa edirsək, hər yoldan gələn bütün böyük bu ailə Türk dünyasının kiminin başını kəsər, kiminin heç xəbər olmaz. Və mən maalesef bu acıqər səhəsizlə danışmaq istədim ki, belə bir dünyanı yaşayırıq. Yenə də Xocalı faciəsi, yenə də Qarabağdakı soyqırımı, yenə də Ağdamdakı faciələri bugün Təbrizdə, Urmuda yaşanır və biz onu görməzdən gəlirik. Və onun üçün ki, onlar görməzdən gəlməyincə də, əgər görsək, onda vicdanımız sızladıqsa gələk bir iş görək. Yoxsa görürük də, vicdanımız sızlayır da, amma bir iş görə bilmirik də, bu adamı çox zoruna gedir. İndi biz hansı dəstənək? Görmürük, yoxsa görürük, görməzdən gəlirik, yoxsa görürük, vicdanımız sızlayır, heç bir iş görə bilmirik, yoxsa görə bilərik də, səsimiz çıxmır. Biz fəqət ona yaman deyirik. Öz içimizdəki problemləri, öz ətəyimizdəki boş-boşuna, ətəyimizdə ağırlıq edən daşları yerə töymürük. Bir-birimizdən doğru düzgün danışmırıq. Dərdimizi bir-birimizə anlatmırıq və o olur ki, düşmən hər zaman bizim bu məsafəmizdən sui-istifadə edir və içimizə girir. Millətimizi qırqır, xəbərimiz olmur. Bizi bir-birimizə ittiham edir, bir-birimizdən uzaqlaşdırır. Xocalı faciəsi, Ağdam faciəsi, Qarabağ faciəsi, Güney Azərbaycan faciəsi Türk dünyasının qəlbində, gözünün yuxulu gözlərinin önündə davam edir. Harda qaldı o vicdanlar? Harda o
qaldı o gözlər ki, görürlər. Hər göz açıq ola bilər, amma görmür. Hər qulaq eşidir, amma beyin onu anlamağa çaba göstərməsə, o səslər boş səslərdir. Yenə tarixin azlarını, yenə də o vərəqləri bir daha önümüzə gəlib aynı səhvəni oxuyuruq. Xocalı faciəsində şəhid düşən ailələri, çocuqları yad edirik. Və bu gün də Güney Azərbaycanda şəhid düşən ailələri, çocuqları, qadınları, erkəkləri, milli fəalları görüb səssiz qalırıq. Başımız sağ olsun.